Biz yarışımıza Z grubunun komandalarıyla devam edelim. Z grubunun birinci komandası, Meksika Kent komandası. Həsənli Sinanbək, Əhmədli Tunar, Meksika Selam, Qulurbadı Sinanlı, Vəliyeva Pəli. Ulacalı komandası, Məksur Amataxan, Əhmədoğlu Alaxan, İbrahimli Ramilə, İskender Bandular, Əhmədli Elgir, Eylullah Nazırlı Orta 8 Ali Mektabi komandası, Arazadə İbrahim, Əsədzadə Yavur, Sultanova Gülsün, Yediyarlı Səadət, Tağıyeva Tuğrə, Nizəlikə Sağlar'da bir sayılı Orta Mektabin birinci komandası, Qurbanlı Nərmi, Müjdəliyeva Zeynəb, Quliyeva Fərizə, İlkinoğlu Kənan və Samara Kaplanı Əlqadə Zavur. Z grubunun bəli oyunda başlayırıq, Bəldiri Bravo oynanır, Bəldiri Bravo özləri. Diktatörlər, qız qalar qızlarına, Azərbaycan kinosu, bir daş atlar, bir daş üstə, top. Bəldiri Bravo diktatörlarından özü oynanır. İşakslar da şeyləri alsalar, bulacaqları, Eylullah Nazırlı və Sağlar. Sağlar. Bəldiri Bravo oyunumuza başlayırıq. Diktatörlar ölçüsü nominal 100. Sadece Saat'in Böyük Diktatör filmində məhz bu şəxsə işarət edərək onu məsxərəyə qoymuşdu. Məsbikən. Güzel. Hitler cevabı düzgündür. O, 1919-cu ildə millətçi əhlal qüvvəli Türk hərbçilərdən dəstək alaraq hərbi ittifaqatlı faşist hərəkatını yaratmışdır. Nizəlikə Sabir. Mussolini cevabı düzgündür. Bu, Koreyalı liderin rəsmi titulları arasında sosyalizmin güneşi, sevgili rəhbər, Sabir, Kim Jong-un, Kim Sen-il. Kim Sen-il nədir? 1926-cı ildə Yüzef Pilsudski Polşada dövlət çevrilişi etdikdən sonra bu sağlamlaşdırma rejimini həyata keçirmişdir. Hansı rejim? Söhbət. Məsələn, diktatör, evet. Söhbət sanksiyon rejimine verildi. 18 iyul 1996-cı ildə Seul radiosunda səslənən bütün İspaniya ərazisi üzərində bulutsuz hava ifadəsi vətəndaş müharibəsinin başlanmasına və onun hakimiyyətə gəlməsinə səbəb oldu. Kim gəlmiş İspaniya vətəndaş müharibəsində hansı faşist diktatör? Söhbət Francisco Franco'da gelir uşaqlar. Francisco Franco mövzu yekunlaşdı. İkinci mövzu qız qalar qızlarına öz oynandı. Kanal özü Kastanı yollasınlar. Digiləcək. Nəsibikənin ulacalı Nabilov Sabir. Diqqət. Diqqət. Qızmalarımızla dönər, nominal 100. Bu kısa metrajlı film
Yazısı Həsən Seyidbəylinin Xidmət lifti hekayəsinin maddeləri əsasında çəkilmişdir. Qız mövzusu, xidmət lifti, tamam, liftçi qız filmləridir sözlər. İkinci sual. Yazısı Louis Carroll yaratdığı bu qızcığaz obrazı möcüzələr ülkəsinə səyahət etmişdir. Müzəffər Sabir. Alisa. 9 Mart'ında Amerikalı xanım Ruth Handler yaratmış olduğu gəlinciyə öz qızı Barbara adını verilmişdir. Barbara adını verilmişdir. Hansı gəlinci vazalı? Barbie cevabı düzgündür. Məhz o, ilk Azərbaycan baleti olan Qız Qalasının müəllifidir. Qız Qalası baletini kim yazmışdır? Nəsmikən? Yox. Müslüm Ağabey. Müslüm Ağabey səhvdir. Düymə sıradan sonra cavab təkrarlana bilməz, sual təkrarlana bilməz. Məhz o, ilk Azərbaycan baleti olan Qız Qalasının müəllifidir. Söhbət əfrasiyyat ədəbiyyatımızdır. 5-ci sual. Bu Hollandiyalı yeniyetmə qız öz məşhur gündəliyinə ilk qeydini öz ad günündə 12 iyun 1942-ci ildə, son qeydini isə 1944-cü ilin 1 avqustunda etmişdir. Söhbət Anna Frank'dan edilir söhbət. Mövzu işləmişdir. Sırada Azərbaycan şampiyonlarına mövzu olmalıdır. Azərbaycan şampiyonu işləşməli öz yerlərini alsınlar. Azərbaycan kinosu Namlar 100. Güllələnmə səhvə salınmış filmində Qorxmaz Əliyevi məhz bu xalq artistimizin səsini imitasiya etmişdir. Biz onu daha çox Qaynana obrazıyla xatırlayırıq. Qaynana. Nəzərdə saldı. Məsələ Zeynal'ın son qəribə olsa da 1963-cü ildə hazırlanmış bu filmdə Nuxanın adlı çəkilməsinə baxmayaraq bir kadrda olsun şəkildə çəkilməyib. Əslində isə bu filmin çəkildikləri Bakıda, Yaşıl teatrda, Gəncə və Şəmkidə baş tutmuşdur. Söhbətin hansı filmdən getdiyini deyil. Orada eyni adam malik müxtəlif şəxslər oynayırlar, personajlar oynayırlar, eyni adam malik. Ona görə də axtarlarla tapmaq çətin olur. Söhbət Əhməd Qardadan verir, Əhməd Qardadır. Rejissor Həbib Səfərovun 1952-ci ildə çəkmiş olduğu bu film Azərbaycan televiziyasında nümayiş edilən ilk filmidir. Televiziyada nümayiş edilən ilk film. Sabir? Xeyr, nümayiş edilən ilk film deyil və 1955-ci ildə çəkilməyib. Söhbət Bəxtiyar filminə gedir. Bu filmdə Çar hökuməti tərəfindən Zaqatalaya sürgün edilmiş Taktom prezidenti gəmisinin üstündə matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır. Söhbət çoxluq baxılmışsınızdır və yenilməz batalyon filmindən edilir söhbət. Senaryo müəllifi Mövlud Süleymanlı, Qulusu Rəsulları Ceyhun Müzey və Valif Musafiyə olan bu film Şamaxının Məlhəm kəndində çəkilmişdir. Filmdən bir çox statlar ilişmeye qədər gizlər əsəridir. Bunların ən məşhur isə Ələskər, Ay Ələskər statıdır. Ələskər, Ay Ələskər statı hansı filmdəndir? Söhbət bəyin oğlanması filmdən gedir. Mövzu yekunlaşdı.
Növbəti mövzu daş, bir daş atlar, bir daş üstə alınan mövzu olmalıdır. Diqqət, birinci sual. Bu milli oyunda daşı yerdən götürə bilməyə, barmaq arasına keçirə bilməyə, oyunu başlayandan bəri əldə saxlanmış daşı yerə salan və daşı götürərkən əlini başqa daşa vuran şəxs uzmuş hesab edir. Haqqı oyun. Sabir? Üç daş cavabı səhvdir. Üç daş deyil. Nəsə ki? Beş daş cavabı bəli. Beş daş. İkinci sual. Namlar 200. Üzərindəki yazıların eramızın əvvəl 196-cı ilə aile olduğu bildirilən bu daş 15 iyul 1799-cu ildə indiki Rəşid şəhəri yaxınlığında Fransız qoşunlarının kapitanı Pierre François Bouchard tərəfindən tapılmışdır. Söhbət Razet daşından gedir. Azərbaycanda bu 2 milyon 700 bin il bundan əvvəl başlamışdır. Nə? Daş dövrü bəli, daş dövrü üstad. Daş dövrünü bombalamaq ifadəsi ABŞ-nin məhz bu ölkədə aparmış olduğu hərbi əməliyyatlar zamanı yaranmışdır. Hansı ölkədə söhbət? Desək yoxdur. Söhbət Vietnamdan yapışardır, Vietnam. Məhz bu qanama qarşı ikilinin Yunancadan adının tərcüməsi böyük daşır mənasını verir. Qanama qarşı ikili, oradan çıxış yolu axtarırsan, labirint çarpı üstündür bəli, labirint qanama qarşı ikili mövzu işləmişdir. Biz Qəbələndə top adalan mövzuna nəzmiş taksda yerləri aslında. Bu İngiliz futbol qrupunu Azərbaycan arasında topçular adıyla tanıyırlar. Bacalı? Arsenal cavabı düzgündür. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən olmuş bu şəxs 1865-ci ildə hissədə olmuşdur. Nəsimkən qabalıyır. Əlmərdan Məktubu vardır. Bu İncəsənət Muzeyi 1839-cu ildə Osmanlı sultanlarının iqamətgahı olmuş eyni adlı saraylar Nəsimkən qapı verdir, qapı. Portuqaliyada keçirilmiş futbol üzrə Avropa çempionatında istifadə olunmuş top beyanatlarıdır. 2016-cı il Avro 2016-nın top necələrdən uşaqlar futbolda maraqlarımız deyəsən, söhbət Rotero'da verildi, Rotero. Və son sual, məntiqlə cavablarla haqqıqla çıxabilirsiniz. Əmtənin istehsal olunduğu yerdən pərakəndə ticarət müəssisəsinə verib olan hərəkəti beyanatlarını Nəsimkən qabalıyır. Toplansanı işlərini düşünür. Mövzu rəqəmə yekunlaşdı. 50 rəqəmə xalqını belədir. Elmullah Antropatına 8 sayı məktəbə kamerası 0 xalq, Yüzə Təksalının 1 sayı kamerası 400 xalq, Nəsimkən 100 xalq, bunlarları 900 xalqla eləyəcəkdir. Gecə adlanan mövzu oynanılacaq, gecə. Nəzərdə satılır ki, bu qrupun qalibi A qrupunun birincisi ilə Brenningdə yarışacaq. Diqqət, gecə adlanan mövzu mantal 200. Sual 1. Türkiyədə böyük şəhərlərin ətrafında inşa edilən qeyri-qanuni yaşayış yerləri nəsli adlanır. Bacalı? Gecə qanlı. Gecə qanlı cavabı düzgündür. Hər il 21 və ya 22 dekabrda məhz bu müşahidə edilir. Bacalı? Gecədən uzanın gündüz qısaldır. Xeyr. Nə Madrov? Madrov muydu? Gecə gündüz bərabərdir. Xeyr, 22 dekabrda gecə gündüz bərabərliyi olmur. Nəsimkən? Gecə qısalır. Gecə qısalır cavabı səhvdir. Mən sualı, mən bir zərdə saat qalan sözüm bir vasitəsindən.
hər il 21 və ya 22 dekabrda bu müşahidə edilir. Nə? 22 dekabr, 21-22 dekabrda nə olur? Gecə mövzusu. Söhbət ən uzun gecədən gedir. Söhbət ən uzun gecə. Üçüncü sual, nominal 600 sual. Baş qəhrəmanların Murad və Rüstəm olan bu filmdə şəxsiyyətin formalaşmasından, həyatın yenicə atılan gəncin çətinliklərlə qarşılaşmasından, gənc yaşlarında əsl insan Subaylığın son gecəsi. Subaylığın son gecəsi sualı çəkdir. Filmimiz yoxdur. Mən qısqırdım. Məsuliyyətli vətəndaş olmanın zəruriliyindən danışılır. Əslində sizə pas ötürüb olması, siz o pası bala çevirə bilməlisiniz. Söhbət yox, artıq qeydi. Uşaqların son gecəsindən gedir sizə. Bu, növbəti sual. 24 avqust 1572-ci ildə Fransa paytaxtında katoliklər tərəfindən protestantların kütləvi şəkildə soyqırımı tarixə bulaşa düşür. Aha, biliriz. Varfani İsrail'də 5-ci sual, nominal 1000. Hal-hazırda Amsterdamda saxlanılan gecə gözətçisi rəsməsəli bu Holland rəsmə tərəfindən yaradılmışdır. Ulazalı Van Gogh. Söhbət digər olaraq Rembrandtdan gedir, Rembrandt. Van Gogh ulduzlu gecə rəsməsəlidir. Mövzu yekunlaşdı. Şəkilantla adamın mövzu olmamışdır. Yakın adalar qrupu məhz belə atılmış. Sağlığı bağlayır. Çıxılar. Atmela cavabı düzgündür. Diqqət, namdan görürüz. 1 yanvar 1817-ci ildə Rus ekspedisiyası tərəfindən kəşf olunmuş ada məhz belə adlandırılmışdır. Diqqətlə fikir versə cavaba çıxarsınız. 1 yanvar 1817-ci ildə. Söhbət yeni yıl arasında gelir. 1 yanvar, 1 yanvar. Bu, Grenlandiyadan sonra dünyada sahəsinə görə ikinci ən büyük adadır. Yəni, Madrov nəfədir? Madagaskar. Madagaskar cavab səhvdir. Nəsmikən. Avstraliya cavab səhvdir. Avstraliya ada deyil. Dünyanın ikinci ən böyük adasıdır. Yeni bir dünya yaratılır. 4-cü sual, nominal 800. Məhz bu ölkəni həm də azadlıq adası adlandırırlar. Azadlıq adası. Fidel Castro azadlıq etmişdi səfərlərimizdə. Azadlıq adası pul vahidə pesodur. Səfər Kubada gedir, Kuba. 5-ci sual, nominal 1000. Şərqli çörək filminin qəhrəmanı Vaqif çörək kartikalarını məhz bu şahın içində unutmuşdur. Şərqli çörək filminin qəhrəmanı Vaqif çörək kartikalarını məhz bu şahın içində unutmuşdur. Söhbət Robert Louis Stevenson'un Dəfinlər arası səmənində inşallah Dəfinlər arası. Mövzu yekunlaşdı. Şəkil altın 3-cü mövzu. Şəkil altın 3-cü mövzu. Quşlar da gözəl oxuyur, amma mövzu olmaz. Diqqət, quşlar mövzu 1-ci sual. Türkiyədəki bu futbol qurulu bəzən qartallar adlandırılır. Sizə əsas abi. Beşiktaş cavabınız gündür. Məsbur rayon, Ağstafa, Gədəbəy, Şəmkir, Samon rayonları eyni zamanda Gürcüstan Ermənistan Respublikasına sərhəddir.
Quşlar mövzusunda isə bunun məlumatının səbəbi təbii ki, hər kəsə bəllidir. Azərbaycanların Aksapakiyada və Şərqi İstanbul'la qonşu olan Azərbaycanların eyni xanımda o adda quş növləri var. Yaxşı, gözəl bir quş növü. Nasıl quş? Nəzikən? Tovuz. Bəzi ölkələrdə flamingo adlandırılan bu nadir köçəli quşun Azərbaycan dilindəki adıdır. Qızılqazdan, qızılqaz. Cizgi film qəhrəmanı olan qoca milyarder ördək məhz bu adı daşıyır. Qoca milyarder ördək. Cizgi film qəhrəmanı. Danışma da orada. Necə? Söhbət Skrup Makrak'tan geliyor. Siz hansına bakın? Namdan Min. Hans Christian Andersen tərəfindən yaradılmış bu nağılda Çin imperatoruna verilmiş hədiyədən bəhs olunur. Bu an eyni zamanda Azərbaycanlı bir müğənniyə də verilmişdir səsinin gözəlliyinə görə. Nəzikən? Bülbül cavabı düzgündür. Mövzu yekunlaşdı. Biz Şəhlivan və Dostlar adına mövzuna gəlsək, şəxslər gəlsin. Dostlar, dostlar. Nəsimkənin ordusu Yaxlaş İsmail Bəydir. Dostlar mövzusu birinci sual, mandalı 200. Atalıq sözünə görə, məhz belə bazar dostluğu pozur. Nəsimkən cavabı. Ödülü bazar cavabı düzgündür. Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti bu paytaxt şəhərində yerləşir. Xalqlar Dostluğu Universiteti hansı paytaxt şəhərində yerləşir? Söhbət Moskvadan yerləşir. Stokholmun Vazastan rayonunda yerləşən Svantesonun dağında yaşayan sevimli dostunun adı məskəlidir. Söhbət nağıldan gelir ki, həm də cizgifli qəhrəmanı, arkasında tərifəsi var idi, damda yaşayırdı. Nadir o? Karlson. Diqqət, 1955-ci ilə çəkilmiş, sədaqətli dostluq bağlarının və sərt duyğularının öz əksini tapdığı bu Azərbaycan filmi əziz dost mahnısı ilə sona çatır. Və Bəxtiyarlar verilmişlər. Bəxtiyar 1955. Siz yadda saxlama edirsiniz. Bir dəfə səslənmiş artıq 55-ci ildə çəkilməsi. ABŞ-nin Mississippi ştatının Hannibal adlı kiçik şəhərində bu Amerikan yazısının əsərlərinin qəhrəmanı olan iki ayrılmaz dostlar Tom Sawyer və Huckleberry filminə heykəl qoyulmuşdur. Hansı Amerikan yazısının əsəridir? Tom Sawyer hansı yazısının əsəridir? Tom Sawyer'in maceraları hansı yazı? Tom Sawyer maceraları kimin əsəridir? Nadir o? Tom Sawyer olacaqdır. Söhbət Mark Twain'dən gedir. Mövzu yekunlaşdı. Sonuncu şəxslər arasında biz onların peşələr adına mövzuna gəldik. Peşələr. Peşələr birinci sual. 2009-cu ildə rekord xal toplayaraq Avroviziya mahnı müsabiqəsinin qalibi olduğu şəxsin soyadı necə idi? Söhbət Ukraynanın təmsil edən Rıbakdan gedir. Rıbak balıqçı edilmiş olur. Bu metod stansiyası Elmlər Akademiyası ilə ilmin yanları arasında yerləşir. İnşaatçılar cavabı verildi. Əsası 1937-ci ildə qoyulmuş bu
qrupu indi də bir çox hallarda Bakının, Azərbaycanın təzəssürü kimi bizə təsavvür, Neftçi cavabı düzgündür. Dördüncü sual, nominal 800. Bu Azərbaycan filmində həyatda öz yerini tapan gənc qız Mehribanın taleyini və onun ilk məhəbbətindən tanışılır. Baş rollarda isə Raisa Nedaşkovskaya və Nodar Şaşiroğlu çəkilmişdilər. Şişər, söhbət, telefonçu qızdan gedir, telefonçu qız. Bu peşənin ilk sahibi kimi bir çoxları Amerikalı Ellen Church'un adını çəkirlər. Bunlar, evet, Ne? Neftçi olursa, onlar təyyarələrdə belə deyil, mümkünsə aksantlı gelirlər. Evet, yerdən cavab eşitdir, bilmirəm, ayıc. Hansı kamerası bilmirəm, o yerdən cavab eşitdir. Hələ püskürü və Ramon Bekbaşı biz sizinlə Silvi Ramon'da davam edirik. Silvi Ramon bir iki şəxsara yerlərin aslında. Bunu yedirəmsiz bunu. Silvi Ramon, ilk mövzumuz qəhrəmanlar. Nominal 300. Moskva şəhərini təmsil edən bu futbol klubu eramızdan əvvəl Qullar üsyanına başlıq etmiş qəhrəmanın şəhərinə Lokomotiv Moskva. Lokomotiv cavabı səhvdir. Qullar üsyanına başlıq etmiş qəhrəmanın şəhərinə azaldılır. Qullar üsyanına rəhbərlik edir o şəxs. Roma imperiyasında mütəqədir. Yalnız bu qəhrəman Köroğlu'nun kürəyi yerə bırakılmışdır. Köroğlu'na Mustafa Giziroğlu. Bəli, Mustafa bəy. Mustafa Giziroğlu. Tarixi qeydlərə əsasən, bu qəhrəman hökmdar Rus Fabrik Lisaneviçin gülləsindən həlak olmuşdur və həqiqətən də onun ölümündən sonra gələcəyə Rus ordusu girəbilir. Zavaqan cavabı düzgündür. Dördüncü sual, nominal 1200. Vestel'in şarkının qəhrəmanları olan bu obrazların adını çoban kimi tərcümə eləmək olar. Vestel'in şarkı, onlar silahla gəzirlər, at verirlər, Vestel'in şarkı, Kolpar cavabını düzgündür, və son söz, Qırğızistanda yerləşən və ABŞ-yə icazəyə verilmiş bu hərbi baza Qırğız xalqının milli qəhrəmanının, milli dastanının adını daşıyır. Qırğız xalqının məşhur Türk dastanı adı nədir? Qırğızlarda, 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 Qırğızlarda. Səfər, Manas dastanına gedir, Manas. Mövzu iş uğraşdır. Diqqət, alimlər adına mövzu. Alimlər, alim. Məhz bu xalq artistimiz 2008-ci ilin avqustunda Azərbaycan muğam sənətində etdiyi xidmətlərlə şöhrət oldu. Alim Asım. Alim Asım avqustundur. Fizika sahəsində məşhur olan bu alim 1951-ci ildə dilini çıxarmış vəziyyətdə çəkilmiş şəkildə Einstein avqustundur. Kanalda hansı cümləsindən? Yavaş, bəlkə burada işlədir. Məhz bu Azərbaycanlı alim Lev Tolstoya ərəb və türk tatar dillərindən dərs deyib. Türk tatar sözü arasını çıxartmalıdır. Tatar dilinin qramatikası kitabında yazan şəxs söhbət Mirzə Kazım bəydən gedir, Mirzə Kazım bəy. Bəzi mənbələrə görə su dəyirmanını 18-ci əsrdə yaşamış bu İngiliz alimi ixtira edib. Biz onu daha çox başına düşən meyvələr xatırlayırıq. Lazalı. Newton cavabı düzgündür. Dünyada ilk
web səhifə olan info.elm.c məhz bu Britaniya tarix tərəfindən yaradılır. Səfər Tim Berners-Li'dən gedirdi. Mövzu yekunlaşdı. İştirakçılar növbəti iştirakçılar. Üçüncü mövzudur. Serialın üçüncü mövzudur. Yalan anlanan mövzu. Yalan. Xalq məsələsinə əsasən yalan ayaq açar. Lakin sabir, Ama yerilmez. yerməz. Bu tamaşada valideynlər yalandan cəmiliyə kimi təqdim edərək onu fəraqlılığa cəlb etmişdilər. Əskərliyə getməsini deyək, oğlana deyirlər ki, bu oğlan 4 qızdır. Danışma. Bala başa bəla sərinlidir. Yalan olsun, Mandan 900. Aldanmış Kəvakib əsərinin müəllifi. Bizə təsavvür qabalıyor. Birden efendim zaten. Kəvakib nə deməkdir? Ulduz demək. Farsından tərcümədir. Məşhur yalancı Aldar Kose bu xalqın milli nağıl qəhrəmanıdır. Arabası ki Aldar Kose sizə xarici adı xatırladır, amma bu şosa sözüdür. Söhbət Qazaxıstan türklərindən gedir, Qazaxıstan. Müvafiq xarici qıcıq olmadan hisslərin aldanması zamanı yaranan vəziyyət bu latın sözü ilə adlandırılır. Xarici qıcıq olmadan hisslərin aldanması zamanı gözün qabağına nəsə bir şey gəlir. Biz bunu necə adlandırılır? Söhbət halüsinasiya. Mövzu yekunlaşdı. İştirakçılar, gəlsin. Taz. Moğolların şahı, Şah Cahanın xanımı Mümtaz xanımı verilmiş Nəsəkən Tacmahal üçün cavabları yazılır. 1920-ci ilin martın 1-də Xalq Cumhuriyyət tərəfindən yaradılmış Azərbaycan Teleqraf Agentliyinin biz bu Azərbaycan 19-cu əsrin əvvəllərində bu imperatorun tadbirinin arasında Roma papası şəxsən özü iştirak etmişdi. Nəsəkən? Böyük Qaracaqlı səhvdir. Düzdürsə, Böyük Qaracaqlıda iştirak edib, mən 19-cu əsrin əvvəllərində, 1800-cü ildə. Nadir Özol. Təkrar edirəm. Bilməsələr, cavab. Cavab yoxdur. Nədir? 19-cu əsrin əvvəllərində bu imperatorun tadbirinin arasında Roma papası şəxsən özü iştirak etmişdi. 1800-cü illərin əvvəlləri hansı imperatorlar arasında? Məşhur bir dənə olan olsa. Napolyon Bonaparte. Bu 1-2 milyon kelvin dərəcəsinə çatan yüksək iyonlu plazmadan ibarət olub, Günəş atmosferinin xaricində müşahidə olunur və hətta Günəşdən çox uzaq məsafələrdə də yayıla bilir. Söhbət Günəş hacından gedir. Bu Fars tacik şairi 1480-1487-ci illərdə yazılmış 7 tac Xaym hava silsiləsinin müəllifidir. Bu səfər Əbdülrəhman Zamidən gedir. Əbdülrəhman Zami mövzu yekunlaşdı.
Sonunda iştirakçılar ödəyirlər alsınlar. Sri Lanka təqvim adına mövzu olacaq. Təqvim. Diqqət. Məhz bu stansiya Zəfər Çapalı stansiyasına keçid cümləsini işlədir. 28 numarası İkinci sual, nominal 600. 2006-cı ildə yanvar oktyabrdır. 2007-ci ildə aprel-iyul. 2008-ci ildə isə iyun ayında bu hadisənin baş verdiyi müşahidə olunmuşdur. Ümumiyyətlə, inanclara görə həmin hadisənin baş verdiyi gün uğursuzluq gətirir və həmin gün şeytan günü kimi müddətdə qalır. 5-ci gün ayın 18 altı gələnləri, ayın 10-cu cümə günə düşəndə Asfalın ağır ortalasına, ləmət olmasını görür. Adı yazıyorsunuz. Məhz bu bayram İslam təqvimi ilə Rabi əl-Əvvəlanın 11-sində qeyd edilir. Milad bayramı. Xeyr, İslamda da bayramı yoxdur. Ramazan bayramı Ramazan ayında qeyd edilir. Bu bayram Rabi əl-Əvvəlanın 11-sində qeyd edilir. Necə? Novruz İslamda yoxdur. Söhbət Mövlud bayramına gedir, Peyğəmbərin doğulduğu gündən. 1799-cu ildə Napoleon Bonaparte'ın çevriliş edərək Viktoriyanın yıkması tarixə bu adla daxil olmuşdur. Hansı çevriliş? Nə çevrilişdir? Necə? Xeyr. Söhbət 1799-cu il Napoleon Bonaparte'ın çevriliş edərək Viktoriyanın yıktığı tarix Fransız İnqilab tarixi təqvim yerində adlandırılmışdır. Söhbət 18 Brümer çevrilişinə gedir. 18 Brümer tarix çağlarında bu geçirilmişdir. 8-ci tarix çağlarında. Sonuncu sual, nominal 1500. Diqqətli olsunuz, rahatlıqla kabul edəcək bu sual. Nə qədər qənimə səslənsə də 1712-ci ildə İsveçdə bu tarixə rast gəlinmişdir. Normalda bu tarix olmuyor ama 30 fevral düzgün zamandır ve mövzu ve round yekunlaşır. Biz sizlə fərqli roundla yolumuza devam edəcəyik. Sivri rounddan sonra isə tanımı belədir. Nadirov mənfimi 300, Nəsibikən mənfimi, Qulazavur 300, Sabir 4000 xallar liderdir. Lakin bizim hələ qarşıda 6000 oynaması xalımız var. Fərqli roundda ən güclü iştiraklarımızı seçib yolluyor. Diqqət. Nadirov komandası üçün özləri səsləndirirlər. Birin oynamamağını seçməlisin. Qara, at, at. Duzlu, sən saydığını say, kitab. Kitab oynamamız. Nəsibikən komandası. Qara, at, duzlu, sən saydığını say. Sən saydığını say çıxdı. Bu azara dayanırız. Qara, at, duzlu. Oynamayacaq o. Hansı oynayacaq? At oynayacaq. Sabir komandası. Hansını oynayacaq? Qara yoxsa duzlu? Duzluğunu oynayaq. Oynayaq. Diqqət. 400 qalıq sual. Xörək duzunun elini adı belə. Sabir. Natrium klorid. Natrium klorid qalıq. 2. 800 qalıq. Dəniz suyunun duzluğu bu ölçü vahidi ilə təyin edilir. Filan dəniz duzluğu, filan nədir? Vahid nədir orada? Beysədir. Promil davranış şeyiydi, beysədir. Ağırlı. Onu görürsən, 3-cü sual. Məhz bu obyektin adı
Yahudi dilində Yan-ha-melah, yəni duz rəmzi kimi səslənir. Tərcümə deyil, ən duzlu rəmz. Əsməkən? Qırmızı rəmz avasətdir. Sabir? Ölü rəmz avasətdir. Avstriyadakı bu duz şəhəri Mozartın vətənidir. Biz futbol klubundan bu şəhəri tanıya bilərik əslində. Qarabağda da yer olmuş vaxtilə. Avstriya komandası Avstriya Bigen. Qarabağda yer olmuş. Avstriya şəhəri bəli. Hansı şəhər? Duz, söhbət, Zalsburgdan gedirdi. 5-ci sual parmaq xarakter daşıyır, 9-da sabit komandası əli satmazdı. 5-ci sual çox. Məhz bu ölkədə 1648-ci ildə duz üsyanı baş vermişdir. Pus vermədim. Versiya var? Versiya var? Versiya yoxdur. Cavab Rusiya. Milli Rəqə Sabit komandasını təbrik edir və